Herkese salam. Kanalımıza hoş gelmişsiniz. Bugün de güllerimizin problemleri hakkında danışaq. Bugünkü günümüz adenim günüdür. Belə bir adenim günümüzün problemleri var. Bu problemler hakkında biraz da hem danışacağım, hem de onun həlli necə olacaq ona baxarıq. Çünkü mən bunu araşdırdım. Əvvəlki videolarımızda da bu haqda paylaşım eləmişdik. Eğer görürsünüzsə, belə bir tüklü bit, yani unlu bit. Buna herkes bir şey deyir. Belə bir çox ziyan verici bir şeydir. Bitkini bu qaydada xarab eləyir. Mən də bunun qarşısını ala bilmirdim. Yəni bunu necə eləmək lazımdır? Bunu təmiz itirməyə onu bilmirdim. Ama indi bir dənə dərman tapmışam. Eğer o dərmanı vurub o içsə, siz də videoya baxarsınız axıra qədər. İçsə siz də bundan istifadə edərsiniz. Mən indi bu dərmanı vuracağım. Təxminən bir həftədən sonra yenidən çəkiliş edəcəm ki, artıq bu bit burada varmı yoxsa yoxdur. Eğer yenə də qalmış olsa, demək biz başqa bir dərmandan istifadə etməliyik. Deməli, dərmanın adı Emopiliardır. Emopiliar 940. 15 gramı 1 litr suda həll olunur və par şəklində vurulur. Belə bir mayedir dostlar. Deməli bu yağdır. Biz neçə cür dərman vurduq, ölmədi. Boğulub ölməlidirlər. Bunlar ancaq boğulub öldürmək lazımmış. Belə bir şeydir. Bu dərmanı vurandan sonra ne baş verir? Bu dərmanı vurandan sonra bu üst təbəqəsində, həmin bu bitin üst təbəqəsində bərk bir maddə yaranır. Üst təbəqə orada bərkir və onun nəfəs almasının qarşısını alır. Və bununla da həmin bit ölür. İndi bunu biz yoxlayasıyıq. Eğer olsa işlədə bilərsiniz. Çünki bildiyiniz kimi biz ancaq öz praktikamızdan paylaşımlar eləyirik. Yəni izləyicilərimiz yazmışdı ki, alma sirkəsi təmizləyəcək. Mən alma sirkəsini düz 3 dəfə vurdum. Hətta 2 dəfəsində təmiz alma sirkəsini birbaşa 1 litr suda da elə bil ki bir butulkaya töküb elə vurdum. Yenə də heç bir fərq eləmədi. Yəni təsir eləmədi. Ancaq bu dərmanımızın təsir edəcəyini ümid edirəm və bunu da sizin üçün paylaşacağım. 15 gram 1 litr suya tökdüm. Belə bir şey alındı təxminən. İndi bunu vuraq. Axırda sizə də nəticəni göstərəcəm. Görək nə olur. Bu qaydada biz bunu elə eləməliyik. Bu bitlərin hamısının üstündə təbəqə yaransın. Yəni hamısının üstünü tutsun. Məqsədimiz onları boğub öldürməkdir. Yaxşı vuraq, qoy hər yerinə çatsın. Çünki o tam hər yerinə, yarpaqların altında da var. Yarpaqların altına da vurmalıyıq. Çünki bu elə bir şeydir. Yarpaqların altında da olur, üstündə də olur. Eləyək, qoy altdan da vuraq bu qaydada. Ki görək bunun qarşısını ala bilirik mi? Adenumlar əslində çox bağlı güllərdir. Ona görə bunları qorumaq lazımdır. Təxminən bir həftədən sonra biz bu adenumdan yenə maraqlanacağıq. Eğer yaxşı nəticə versə bu videonu paylaşacağım. İndi mən artıq 10 gün oldu dərman vurduğumuz. İndi baxaq görək vəziyyət necədir. Belə tutaqlarında azalmalar hiss olunur. Açıq dərəcədə hiss olunur. Ancaq tam itməyibdi. Tam itməyibdi. Bax görürsünüz, bax buralarda da var. Tam itməyibdi. Amma elə bil ki yaşayış da yoxdur. Müəyyən qədər baxırsan ki artıq yaşayış da görsənmir. Belə baxanda azalıb, amma kürüşləri durur. Kürüşlər qalıbdır. Bax buradan yəni diqqətlə baxın. Bax
İndi bizə lazımdır bunları təmizləmək. İndi bunun üçün başqa bir dərmandan istifadə etməliyik. Çünki eyni dərmanı işlədə durma olmaz. Eyni dərmanı çox işlətsək artıq onlarda immunitet yaranacaq, onsuz da ölməyəcəklər. İndi biz başqa dərmandan istifadə edirik. Hansı dərmanlardan? Deməli bu dərmanların adı Maltium. Biz bunu qatacağıq 10 litrəyə 20 qram. Etiaktin 10 litrəyə 10 qram. Sonra Effect 10 litrəyə 10 qram. Megafol 10 litrəyə 15 qram. Yəni bunları hamısını 10 litrelik hesablayıb qatıb bunlara vurmalıyıq. Bunları təmiz təmizləməliyik və panikimizi də bu bitkilərdən, bu ziyanvericilərdən qorumalıyıq. Onu da vurub sonra paylaşacağım. Yenə də bir həftədən sonra baxaq görə tam təmiz olurmu. Qoşum belə bir dərman oldu. Bunların dördünü bir-birinə qatandan sonra yaxşıca bunları dərmanlayırıq. Bunlarda yarpaqların altında da qalır. Onları da vurum. Çünki qalmasın da, heç yerdə qalmasın. İnanıram ki bu tərtəmiz təmizləyəcək. Çünki artıq onlarda taqət də qalmayıb. Bu qədər. Bir həftədən sonra yenə də çəkiliş edəcəm. Artıq 2 gün keçdi. 2 gündə gözəl bir dənə nəticə. Artıq təmizlənib. Deməli bu dərmanlar effekt verdi. Ancaq gülün toparlanması üçün, özünə gəlməsi üçün biraz müddət lazımdır. Ona görə də yəni onu artıq gözləməyəcəm. Bu videonu paylaşacağım. Gözəl nəticə. Mən çox sevindim. Çünki adenumuz həqiqətən bərbad bir vəziyyətdə idi. Lap buralar bütöv belə şirə idi üstü. Pis gündə idi. Artıq görürsünüz buralar da xarab olmaya başlamışdı. İndi gülümüz toparlanmaya başladı. Artıq bitişlər verməyə başlayır. Cücərmələr verir. Ona görə siz də bu dərmanlardan istifadə edə bilərsiniz. Tək adenumda yox, bütün güllərdə istifadə edə bilərsiniz. Əgər videolarımı bəyəndiysəniz paylaşın, başqaları da öyrənsin. Çünki mənim buna ehtiyacım var idi. Mənim kimi kiminsə də ehtiyacı olanlar ola bilər. Çox sağ olun dostlar. Sonuna qədər izlədiyiniz üçün təşəkkürlər. Minnətdaram.